Eczacı dərman vasitələrini ixtira edən, istehsal edən və paylayan bir mütəxəssisdir. Eczacı səhiyyənin sağ əlidir, işləyən əlidir, vuran əlidir. Geniş yayılmış fikrə zidd olaraq eczacılıq fakültəsinin məzunları yalnız aptekdə deyil, həmçinin dərman vasitələri istehsalı zavodlarında, eczacılıq şirkətlərində, icbari tibbi sığortada, Səhiyyə Nazirliyinin strukturlarında, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində, Azərbaycan Milli Antidopinq Agentliyində və bir çox eczacılıqla sıx bağlı olan müəssisələrdə, həmçinin klinikalarda çalışa bilərlər. Azərbaycan Tibb Universitetinin Eczacılıq Fakültəsi isə artıq 100 ilə yaxınlaşan eczacılıq təhsilinin standartlarının ənənələrini daşıyır və Azərbaycanda ən yüksək səviyyəli və dünyanın bir çox ölkələrində tanınan diplom verir öz tələbələrinə. Onu da qeyd etmək lazımdır ki, Eczacılıq Fakültəsinin məzunları düzü 13 ixtisas üzrə magistratura pilləsində təhsillərini davam elətdirə bilərlər və yaxın gələcəkdə Türkiyənin aparıcı universitetlərindən biri olan Hacettepe Universiteti ilə ikili diplom proqramına da qoşula biləcəklər. Azərbaycan Tibb Universiteti akreditasiya və reytinq üzrə müstəqil agentlik tərəfindən beynəlxalq proqram və institusional akreditasiyadan keçmişdir. Ölkə səhiyyə təhsilində ilk dəfə olaraq universitetin 3 ixtisası, müalicə işi, stomatologiya və eczacılıq dünya standartlarına uyğun qiymətləndirilərək akreditasiya olunur. Müasir texnologiyalar və süni intellekt eczacının biliklərini və kvalifikasiyasını artıra bilər. Lakin peşəkar qərar qəbul etmə bacarığı, dərman vasitələrinin təhlükəsizliyi və effektivliyinə görə məsuliyyət və insani yanaşma, insanların səhhətinə olan məsuliyyət heç bir texnologiya yaxud süni intellekt əvəzləyə bilməz və proqnozlara görə yaxın 50-60 ildə eczacı peşəsini süni intellekt əvəzləyə bilməz. Əziz abituriyentlər, siz ixtisas seçməklə təkcə təhsil yerinizi deyil, öz gələcəyinizi seçirsiniz və siz əgər müasir cəmiyyətin çox vacib bir hissəsi olmaq istəyirsinizsə, biz sizi Eczacılıq Fakültəsində gözləyirik. Şübhəsiz seçərdim, çünki eczacılıq ixtisası özündə elmi, təhsili, səhiyyəni, iqtisadiyyatı, hüquqşünaslığı, beynəlxalq əməkdaşlığı və bir çox sahələri birləşdirir və insanların sağlamlığının keşiyində duran ən vacib ixtisaslardan biridir. Bunu biz pandemiya zamanı da gördük ki, dünya səhiyyə sistemi eczacıların ixtiraları olmayanda çökür və eczacıların məhsulları olanda yenə də ayağa qalxa bilir. Mən öz ixtisasımla fəxr edirəm.